Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Bugün sizler için oldukça lezzetli, hamının ağız tadına uygun olan badımcan cücüsü hazırladım. İnanın hanımlar, badımcan xoşlamayanlar belə bunu lezzetle yiyecek. Əvvəlcə 4 ədəd iri ölçülü badımcanları yaxşıca yuyuram. Qabığını soyub kiçik hissələrə bölürəm. Doğradığım badımcanları ayrıca bir qabın içərisinə tökürəm. Üzərinə bir dolu yemək qaşığı duz və su əlavə edirəm. Beləcə yarım saat gözlədirəm ki, badımcanların acısı tamamilə çıxsın. Bir ədəd kartof, 2 ədəd kiçik ölçülü soğan, iri olarsa 1 ədəd də kifayət edər və 2 diş sarımsaqdan istifadə edirəm. Bu ərzaqları ətçəcən maşından keçirirəm. Daha sonra badımcanların suyunu süzürəm, yaxşıca yuyuram və onları da ətçəcən maşından keçirirəm. Gördüyünüz kimi badımcanların suyu çıxır. Əlimlə badımcanın suyunu yaxşıca sıxıb qabın içərisinə tökürəm. Eləcə də kartof və soğanın da suyunu sıxıb badımcanın üzərinə əlavə edirəm. Üzərinə 1 stəkan üyüdülmüş qoz dəpəsi və 5 ədəd yumurta tökdüm. Daha sonra isə zövqə görə duz və qara istiot əlavə edib bütün ərzaqları yaxşıca qarışdırıram. Zövqə görə göyərti də əlavə edə bilərsiniz. Tavanın içərisinə yağ tökürəm. Yağ yaxşı qızdıqdan sonra hazırladığım qarışımı yağın içərisinə əlavə edirəm. Tavanın hər tərəfinə gələcək şəkildə yayıram. Tavanın qapağını örtürəm. Vam odda tamamilə bişənə qədər gözlədirəm. Pişib qızardıqdan sonra tavanın üzərinə iri boşqab qoyuram və badımcan cücüsünü tərs çevirirəm. Daha sonra isə digər tərəfini bişirirəm. Tam hazır olan badımcan cücüsünü boşqabın içərisinə qoyuram. Zövqə görə istədiyiniz formada kəsə bilərsiniz. Mən paxlava formasında kəsdim.
Daha sonra boş qaba qoyuram və üzərinə zövqə görə nar şərab dökə bilərsiniz. Mən nar şərabla xoşlayıram. İnanın xanımlar, olduqca dadlı, ləzzətli bir yemək alındı. Əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.